Aparıcı Elgiz Əkbər bağ evində yaxın dostları üçün yığıncaq təşkil edib. Qlabalaz xəbər verir ki, məclisdə iştirak edən müğənni Kərim Abbasov həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Gecədə aparıcı Xatun Əliyeva və aktyor Serxan Kərəmoğlu da yer alıblar. Paylaşdığı görüntülərə şərh yazan Kərim Abbasov yay mövsümünün açılışını Elgiz Əkbərin bağ evində qeyd etdiklərini bildirib. Bağ mövsümünü açdıq, biz videolar da çəkmişdik. Allah hamıya gözəl istirahət etmək nəsib eləsin, mən bunu arzulayıram. İnşallah gözəl istirahətlər hamınıza. Elgiz tezliklə efirlərə qayıtsın. Amin, amin. Elgiz çox darıxırıq. Cavab çox tapır. Sən cavabın da qabaq götür, hələ baxın. Göndərmə var. Super. Ne güzel, ne güzel bu kebaplar. Deyin görün bana bunu kim pişirir? Bu kim pişirir? Rusifin, Rusifin.